Cruises.az-ın dəyərli dostları, müştəriləri, Costa Toscana gəmisi, İtalyan gəmisi kifayət qədər böyükdür və hal-hazırda Savona, İtalyanın Savona şəhərindən yola düşür bir neçə dəqiqə sonra. Deməli, Savonaya necə rahat gəlmək olar? Bakıdan bilirsiniz, Milana birbaşa reyslər var. Azərbaycan Hava Yollarının həyata keçirdiyi səfərlərlə birbaşa gələ bilirsiniz. Malpensa hava limanında, yəni Milanın aeroportunda 4-cü qapıdan çıxdığınızda, 4-cü qapı sizdən çıxan avtobuslar sizi təxminən 1 saata Milanın mərkəzi, deməli, qatar stansiyasına gətirəcək. Qatar stansiyasına gətirdikdən sonra oradan deməli, Savona qatarlarına minərək çox rahat bir şəkildə bir neçə saat sonra artıq rahatlıqda Savonaya gəlib çata bilirsiniz. Savona qatar stansiyasına gəlib çatdıqdan sonra isə porta çox rahatdır. Düzdür, piyadalıq məsafə deyil, amma taksi ilə çox qısa bir vaxt ərzində gəlib porta çata bilirsiniz və beləcə Savonadan başlayan kruizlərə qoşula bilərsiniz. Deməli, böyük şəhərlərdən Barcelona, Civitavecchia, Roma və s. kimi oralardan başlayan kruizlər biraz daha tələb çox olduğuna görə qiymətləri daha yuxarı olur əsasən. Əlbəttə ki, qiymətlər və yerlər dəyişkəndir, yəni dinamikdir, amma ümumiyyəti nəzərə alanda bilməlisiniz ki, daha balaca şəhərlərdən olan kruizlər eyni kruizin qiyməti nisbətən daha aşağı olur. Yəni Barcelonadan başlayan, tutaq ki, bir nəfərə 1000 avrodursa, Savona və ya Genuadan başlayanlar bunlar 800, 900, bəzən 700-ə qədər düşmüş ola bilər. Eyni vaxt aralıqlarında, məsələn, tutaq ki, sentyabrın ilk 15 günlüyündə, yəni başlamayın, tutaq ki, ayın 2-si Barcelonadan, başlayın, tutaq ki, 4-ü Genuaya və ya Savonadan. Belə bir məlumat inanıram ki, sizə çox daha faydalı olacaq, çünki start portlarına insanlar biraz daha necə çatacam deyə fikirləşir, ona bir problem olaraq özlərinə görürlər. Ona görə də bu cür məlumatları ötürərək bildirmək istəyirəm ki, Savona, Genua kimi şəhərlərdən rahatlıqla başlayan kruizlərə minə bilərsiniz. Savonaya ən yaxın Milandır. Milanda Azərbaycan Hava Yolları uçur. Civitavecchia, yəni Romaya daha yaxın olandan isə Wizz Air'in birbaşa Bakı-Roma, Roma-Bakı uçuşları həyata keçir. Bax, beləcə doğru səyahəti doğru firma ilə, yəni bizimlə, Cruises.az ilə həyata keçirdərək unudulmaz kruiz səyahətini özünüzə, yaxınlarınıza, ailənizə bəxş edə bilərsiniz. Qısaca burada gördüyünüz sport aeriyadır, idman yeri və uşaqlar, böyüklər futbol oynayır və bunun da arxasında diqqət edirsinizsə, burada su sürüşkənləri var. Ora biraz daha günlü saatda oranı çəkib göstərəcəm sizə. Bir də bu yuxarıda gördüyünüz məkan isə biraz daha mənzərəni panoramik görə bilməyiniz üçün olan bir yerdir. Gəmilərdə xüsusilə bu tip yerlərə üstünlük verirlər, çünki insanlar şəhərlərdən ayrılanda və s. həqiqətən çox xoş bir mənzərə olur. Gəminin arxa hissəsinə tərəf keçərək Savonanın ümumi mənzərəsini sizə göstərə bilərəm və beləcə də ən azından gəlməmisinizsə, gördüyünüz kimi böyüklük, kiçikliyi, bəzən soruşursunuz, uşaqlı ailələr xüsusilə gələ bilərmi, uşaqlar özlərini necə hiss eləyərlər? Kifayət qədər uşaqla gələn ailələr var. Hətta uşaq arabası ilə gələnlər var, yəni o yaş qrupunu da diqqətə alır gəmi. Gəmilərdə demək olar ki, bütün yaş qruplarının əyləncəsi üçün deməli tədbirlər var, tədbirlər keçir. Yəni elə fikirləşməyin ki, istər uşaq, istər böyük olar, birdən darıxarıq. Yox. İndi də bir arxa hissədə daha çox disko tərzi, mahnıların ifa olunduğu, insanların əyləndiyi
Bu sadece bir musiqi olarak verilir ve bu da hal-hazırda boşluqdur. Hava sərindir, amma buna baxmayaraq böyük ehtimal ki su isidilir, onu dəqiqləşdirəcəm. Və yaxud da sərin havanı xoşlayanlardandır. Deməli, beləcə gəldik gəminin arxa bölümünə. Həm yuxarıda bayaq dediyim mənzərənin görülə bilməyi üçün insanların toplaşdığı, həm də baxın beləcə görürsünüz qarşıda insanlar sanki şəhərlə sağollaşırlar. Savona portu kifayət qədər mərkəzə yaxındır və bu da istər başlanğıc portu, istərsə də arada olanda şəhərə sürətli və rahat çataraq şəhərdən zövq almağınıza şərait yaradır. Baxın, belə bir çox sayıda yat var aşağıda. Balaca bir şəhərdir. Bir gün tez gəlib gezmək də istəsəniz olar. Bayaq insanlar şəhərlə sağollaşır deyəndə bunu nəzərdə tuturdum. Və yeri gəlmişkən də Kostanın ən üst mərtəbəsində belə bir şüşədən yer var və hal-hazırda çox yüksəkdə dayanmış. Bir anlıq qorxmamaq mümkün deyil. Amma bu qədər insan buradadır, qorxu yoxdur. Təhlükəsizlik maksimum dərəcədə təmin olunur. Bax, beləcə şəhərlə sağollaşırıq. Birazdan gəmi hərəkətə keçəcək. Bax belə.